Bugünkü dərsimiz Rusiya 17 və 20-ci əsrlərdəki mövzusudur. Başlayaq Rusiya 17-ci əsrin ikinci yarısında sosial-iqtisadi vəziyyətinə. 17-ci əsrin əvvəllərində Rusiyada siyasi dağınıq dövrü idi. Daxili çəkişmələr, tez-tez hakimiyyət dəyişikliyi, xarici müdaxilə vəziyyəti ağırlaşdırırdı. Xalqın bütün təbəqələri birləşib problemə son qoydu və nəticədə hakimiyyətə Romanovlar sonrası gəldi. 1613 və 1917-ci illərdə hakimiyyətdə oldular. Bu dövrdə əsasən baxırıq, şəhərlər sənaye və ticarət mərkəzinə çevrilmişdi. Kənd yerlərində isə mallar istehsal olunurdu. Yəni sənətkarlar artıq sifariş edir, satmaq üçün də məhsul istehsal edildi. Sənaye kapitalizminin ilkin mərhələsi olan xırda əməliyyat sistemi muzlar əməyin tətbiqinə əsaslanırdı. Bu xüsusiyyətlər burja xarakteri daşıyırdı və bu dövrdə əcnəbilər tərəfindən ilk manufakturalar yaradılırdı. Yeri tacirlər və boyarlar da manufakturalar yaradırdı. Rusiyada seleksiya etmək və xüsusi manufakturalar yaradılmışdı. Bu həm daxili, həm də xarici bazar üçün məhsul istehsal etmək demək idi. Manufakturaların əsas istehsal qüvvəsi yüksək sümrə, ağalar və təkim kəndlilər idi. Rusiya daxili və xarici ticarət xeyli artmışdı. Ona görə də müəyyən bir zamandan sonra baxacaq ki, artıq Rusiyada ümumi bazar sisteminin yaranmasına səbəb olacaqdır. Qərbi Avropa ölkələri ticarət, Arxangelsk, Asiya ölkələri isə Şərqan şəhər limanları vasitəsilə aparılırdı. Ölkə daxilində manufakturaların inkişafına dəstək məqsədi ilə proteksionist siyasət həyata keçirilirdi. Artıq 18-ci əsrin ortalarında Rusiyada qəbul edilmiş gömrük qanunverməsinə əsasən daxili ticarət rüsumları ləğv edildi. Xarici tacirlər daha yüksək gömrük rüsumları ödəməli oldu və 1667-ci ildə qəbul olunan yeni ticarət nizamnaməsinə əsasən xaricilərə Rusiya bazarlarında rəqabətli məhsul satmaq qadağan olundu. Xarici tacirlər öz məhsullarını rus tacirlərinə topdan satmalı idi. Bu isə yerli istehsalın mənafeyini müdafiə etmək üçün qəbul edilmiş bir qanun idi. Daha sonra 17-ci əsrdə Rusiyanın siyasi vəziyyətinə baxaq. Avropa ölkələrində kapitalist münasibətlər inkişaf etdiyi halda Rusiyada feodal təkmilçilik qaydaları daha da möhkəmlənirdi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik çar idarə edildi. Müttəqiyyətin dayağı isə Zemstvo məclisləri idi. Onlarla çağırma məqsədi isə çarın təkbaşına hakimiyyətin möhkəmlənməsi ilə bağlı idi. Bu dövrdə bəzi hadisələr üsyanlara səbəb olurdu. Bunlar vergilərin artırılması, təkmilçilik zülmünün güclənməsi idi. Təkmilçilik zülmünün isə güclənməsi və rəsmi şəkil alması 1649-cu ildə Məclis qanunnaməsi adlanan yeni qanun toplusunun qəbulu ilə baş verdi. Feodal təkmilçilik münasibətlərinin möhkəmlənməsinə xidmət edirdi bu qanun. Kəndlilər həmişəlik olaraq feodalın təhkim olunur və onların təhkim olduğu torpağı tərk etmək, başqa sahibkarların yanına getmək isə qadağan olunurdu. Kəndləri satmaq, cərmələmək, səbs etmək və cəzalandırmaq artıq feodala məxsus idi. Sadəcə mülklərin iz keçməsi hüquqları isə təsdiq edilmişdi. Belə ki, Məclis qanunnaməsi ilə Rusiyada təkmilçilik asılığı rəsmi şəkildə başa çatdırıldı. Xalq kütlələrinin təkim olması hüququ rəsmi şəkilə salındı. Əhalinin zülm və istismara qarşı müqaviməti qırmaq üçün təkmilçi hakimiyyət orqanları formalaşdı. İndi xarici siyasətinə baxaq Rusiyanın 17-ci əsrin ikinci yarısında. Burada əsas məsələ Ukrayna və Belarusiyanı özünə birləşdirmək idi. Baltik dəniz sahələrinə çıxış əldə etmək idi və Osmanlı hakimiyyətində olan Qara dəniz sahələrinə yiyələnmək idi. Bunun üçün də 1654 və 67-ci illərdə Respublika ilə müharibə başlayır Ukrayna uğrunda və görəcək ki, müharibə 1667-ci ildə Rusiyanın qələbəsi ilə başa çatacaq. Həmin ildə imzalanan müqaviləyə əsasən Respublika Rusiyaya Kiyev daxil olmaqla Dnepr çayının sol sahilini və sol sahili Ukraynaya verdi. Belarusiyanın bir hissəsi isə yenidən Rusiyaya birləşdirildi. Az sonra Rusiya və Osmanlı dövləti aparılan müharibə, yəni 1676 və 1681-ci ildəki müharibə nəticəsində baxacaq ki, sol sahil Ukrayna və Belarusiyanın bir hissəsi öz alına qalmasını təmin etdi Rusiya. 17-ci əsrdə Rusiya Qara dəniz və Baltik dəniz çıxışı əldə edə bilmədi. Nəzərə çatdırım ki, 1681-də Baxçasaray sülhü bağlanmışdı. Bu dövrdə Sibir axınları davam etdirən Ruslar Saşa ölkəsinə qədər bütün torpaqları Rusiyaya birləşdirmişdi. Və 1686 Respublika və Rusiya müharibəsi, 1683-cü ildə Osmanlı dövlətinin Viyana səfərinin uğursuz olması ilə biz görəcəyik ki, 1686-cı ildə Respublika və Rusiya arasında müqavilə imzalanacaq, müharibə başa çatacaq və bu müqavilə əsasən Rusiya Respublika münasibətləri nizamlandı. Respublika ilə Rusiyanın düşmənçiliyinə son qoyuldu. Respublika Kiyevin Rusiya tərkibində olmasını qəti olaraq qəbul etdi və pravoslavların din azadlığının təminatını verdi. Onların müdafiəsi kimi Rusiyada olduğunu qəbul etdi. Avropada anti-Türk birliyi formasiyasına töhfə verdi və bununla da biz görəcəyik ki, Rusiya Osmanlı dövlətinə qarşı fəaliyyətini genişləndirəcək, lakin bu uğursuz olacaq. Krımı ələ keçirmək üçün isə edilən yürüşlər nəticəsiz qalacaqdır. İndi Rusiya tarixində iz qoymuş 1-ci Pyotrun dövrünə baxaq. 1682 və 1725-ci ildə hakimiyyətdə olmuşdur. O, Rusiyanın Avropadan geriliyini aradan qaldırmaq məqsədi ilə ilk növbədə qərbi məsələlərə çox fikir verirdi. Qara dəniz sahələrini ələ keçirmək, gələcəkdə İstanbulu, Bosfor, Dardanel boğazlarını tutaraq Aralıq dənizdən çıxış əldə etməyə can atırdı. 1-ci Pyotr hakimiyyətə gələn kimi Rusiya dənizə çıxışın olmaması onun iqtisadi inkişafına mane olduğunu gördü. Buna böyük önəm verən 1-ci Pyotr Qara dəniz sahələrinə çıxmaq üçün Osmanlı dövləti müharibəyə başladı. 17-ci əsrin sonlarında 1-ci Pyotr cənubi yürüyüş nəticəsində Azov qalasını ələ keçirdi, lakin istənilən nail ola bilmədi. Osmanlı donanması yenə Qara dənizdə tək başına hakimlik və hökm sürürdü. Böyük elçiliyə baxaq. 1-ci Pyotr gələcəkdə Osmanlı müharibəsini davam etdirmək üçün 17-ci əsrin sonunda, yəni təqribi belə götürsək 1699-cu ildə böyük elçilik
göndərdi Avropa ölkələrinə, Qərb Avropa ölkələrinə və bunun nəticəsində bəzi ölkələrlə ittifaq bağlandı, lakin bu Şimal İttifaqı adlandı. Əsasən də belə deyək, İsveçə qarşı döyüş üçün. Bunlar hansılardı? Danimarka, Saksoniya, Respublika, bir də Rusiyanın özü idi. Və Şimal müharibəsinə baxaq, 1700 və 1721-ci ildə əhatə eləmişdi. Şimal müharibəsi ilk vaxtlarda demək olar ki, müttəfiqlər üçün uğursuz oldu. Yəni Rusiya müttəfiqləri üçün və 1-ci Pyotr geri aradan qaldırmaq üçün dərhal islahatlara başladı. Bu islahatlar növbəti əməliyyatlara öz bəhrəsini verdi və müharibənin gedişinə baxaq. 1709-da başlayan Poltava döyüşündə ruslar qalib gəldi. İsveç kralı 12-ci Karl qaçaraq Osmanlı torpaqlarına gizləndi və Poltava döyüşü Şimal müharibəsinin gedişində əsaslı dönüş yaratdı. 1711-ci 1-ci Pyotr İsveç kralını təqib etmiş bəhanəsi ilə Qaradəniz sahillərində Osmanlı torpaqlarına hücum etdi. Bunu Türkiyə adlanan bu yürüş nəticəsində Pyotrun ordusu Prut sahilindən mühasirəyə düşdü. 1-ci Pyotr mühasirədən çıxmaq üçün sülh bağlamağa çalışdı. Osmanlı komandanı 1-ci Pyotr mühasirədə olduğundan xəbərsiz olduğu üçün sülh bağlamağa razılıq verdi. Elə həmin ildə Prut sahilində bunlar arasında müqavilə bağlandı və Rusiya 17 sənə sonradan ələ keçirdiyi Azov qalasını Osmanlı dövlətinə qaytardı və Rusiya İsveç kralının ölkəsinə qayıtmasına şərait yaratdı. Prut sülhündən sonra Rusiya Şimal müharibəsini uğurla davam etdirdi və belə həmin dövrdə 1712-ci ildə biz baxardıq ki, Neva çayı sahilində yerləşən Sankt-Peterburq şəhəri isə Rusiyanın paytaxtı olacaqdır. 1721-ci Nişat şəhərində Rusiya ilə İsveç arasında Nişat sülhü imzalandı. Şimal müharibəsi Rusiyanın qələbəsi ilə başa çatdı. Rusiya Baltik dənizinə çıxış əldə etmiş oldu. Və bununla da 1-ci Pyotr özünün imperator Rusiya imperiyaya adlanmağa başladı və mütləq monarxiya yarandı. İndi islahatlarına baxaq 1-ci Pyotrun, hərbi islahatına baxaq. Deyir ki, Rusiyada rekrut, yəni əsgər qaydası ilə güclü daimi nizami ordu yaradıldı. Tarixdə ilk hərbi donanma yaradıldı Rus tarixində. Zabitlər əsasən zadəganlardan təyin olunsa da, xidmətdə fərqlənən şəxslər də zabit ola bilərdi. Ordu daim piyada və süvari qoşunlarına təşkil olunurdu. Ordu üçün silah istehsalı genişləndirilir və metalurgiya zavodları, manufakturalar yaradıldı. Bu zavodlar süngülü tüfəngləri istehsal etməyə başladılar. Daha sonra idarəetmə sahəsindəki islahatlara baxaq. Bu sahədə islahatların əsas mahiyyəti mütləqiyyətin dayağı olan zadəgan məmur sistemini formalaşdırmaq, əvvəlki idarəetmə orqanlarının sıradan çıxarılması və yeniləri ilə əvəz olunması. Bunun üçün ən önəmlisi 1711-ci ildə yaradılan Senat idi. Senata nə aid idi? Üzvləri çar tərəfindən təyin olunurdu. İcra və məhkəmə səlahiyyəti var idi. Sonradan səlahiyyətlərini artıraraq dövlət orqanlarını nəzarət etməyə başladı. Daha sonra Rusiyada kollegiyalar yaradıldı. 1722-ci ildə 1-ci Pyotrun 14 səviyyəli hərbi mülki və məhkəmə mənsəblərində özündə birləşdirən rütbələr cədvəli nəşr olundu. Bu cədvəl əsasən artıq vəzifə ailənin nəzərində deyil, şəxsi qabiliyyət və bacarıqları verilirdi. Hər hansı bir xüsusi xidmət sayəsində sadəcə ola bilərdi. Bu idarəetmə formasının başa çatdırılması idi. Daha sonra dini islahat var idi, kilsə dövlətə tabe edilmişdi. Mədəniyyət və təhsil islahatlarına baxsaq, Rusiya tarixində işlək teatr, qəzet, dövlət kütüpxanası, elm akademiyası və təqvim və əlifba islahatları həyata keçirildi. Təhsildə böyük önəm verən 1-ci Pyotr 1714-cü riyaziyyat və həndəsəni öyrənməyəni ailə qurmağa qadağan edən qanun da qəbul etmişdi. Hətta ticari islahatlara baxaq, xarici ticarət xeyli genişləndi. Eyni zamanda daxili ticarət də gücləndirmək üçün dövlət himayə siyasətini həyata keçirdi. Xaricdən gətirilən məhsullara yüksək kömür haqqı tətbiq olmuş, bununla da daxili bazar canlanmalı idi. Nəticədə Rusiya Avropa ölkələrinin geriliyi xeyli azalmışdı. 1-ci Pyotrdan sonra, daha dəqiqsə bir müddət sonra 1760-cı ildə Rusiyada Sovet çevrilişi nəticəsində 2-ci Yekaterina hakimiyyətə gəldi. Onun hakimiyyətə gəlməsi ilə 1-ci Pyotrdan sonra ölkədə başlayan daxili çəkişmələrə son qoyuldu və müttəfiqət quruluşu gücləndi. 2-ci Yekaterinanın dövründə 1-ci Pyotrun dövründə formalaşan siyasi ənənələr davam etdirildi. Quberniya islahatları keçirildi. Zadəganlar haqqında verilən fərmana görə zadəganlar torpaq, yeraltı sərvətlər üzrə tam sahiblik hüququ əldə etdi. Dövlətdən məcburi xidmətdən, vergidən və cismani cəzadan azad edildi. Bu fərman zadəganların imtiyazlı təbəqəyə çevrilməsini rəsmi şəkildə saldı. Rusiyanın xarici siyasətində iştirakçı meyli gücləndi. Şərq məsələsi irəli sürüldü. Bu nə idi? Osmanlı hakimiyyəti altından torpaqlarını işğal edib bölüşdürmək, yaxın şərqdə nüfuz qazanmaq üçün Avropa dövlətləri arasında mübarizəni təşkil etmək, Rusiyanın təşəbbüsü zəifləmiş Respublika dövləti ləğv olunaraq Rusiya, Avstriya və Prusiya arasında bölüşdürüldü. Hətta bu dövrdə 1795-də Rusiya sağ sahil Ukraynanı, bütün Belarusiyanı və Kiyev və Kurlandiyanı da ələ keçirtdi hətta. 18-ci əsrin ikinci yarısında Rusiyanın xarici siyasətinə başlayarak Qaradəniz sahillərini zərb etmək və bu məqsədə yardımcı üçün 2 dəfə 1768-1774 və 1787 və 1791-də Osmanlı müharibələri ilə Osmanlı dövlətinə müharibə apardı və Qaradənizin şimalının xeyli hissəsini ələ keçirtdi. Buna biz baxacağıq indi 68 və 74-cü il müharibəsini və Osmanlı dövləti İngiltərə və Fransanın təhliki ilə Rusiyaya müharibə elan etdi. Müharibə zamanı hərbi əməliyyatların üstünlük Rusiya tərəfində idi. Lakin Avropa dövlətlərinin təzyiqi və ölkə daxilində kəndli üsyanları Osmanlı ilə Rusiya arasında danışıqlara səbəb oldu və 1774-cü ildə Kiçik Qaraca sülhü imzalandı. Sülhə əsasən nə idi? Rusiya öz məqsədinə çataraq tarixdə ilk dəfə Qaradənizdə üzmə hüququ və Bosfor dağlarına boğazda sərbəst keçmə hüququ qazandı. Osmanlı dövləti Krım xanlığının müstəqilliyini tanıdı. Bununla da gələcəkdə Krımı işğal etmək üçün Rusiya üçün şərait yarandı. Rusiya Osmanlı imperiyasında yaşayan pravoslav üzərində güzəştli hüquqlar qazandı və bununla da Osmanlıya qarşı onları təhrik etməyə şərait yaratdı. 1783-cü ildə daxili qarşılıqdan istifadə edərək Krımı işğal etdi. Həmin Şərqi Gürcüstan, yəni Kartaka Xetə çarları Rusiya birləşdirildi və
2-ci Yekaterina Osmanlı Krım işğalı barışmağı görüşdə onunla baş verə biləcək müharibə hazırlıq üçün tədbirlər gördü. Avstriya ilə ittifaq bağladı və yeni donanma yaratdı, qalalar tikişdirdi. 1787 və 1791-ci ildə Rusiya-Osmanlı müharibəsi Rusiyanı zəif etmək istəyən Avropa dövlətləri Osmanlı dövlətini 87-ci ildə Rusiya ilə müharibəyə təhrik etdi. Lakin müharibə Osmanlı dövlətinin məğlubiyyəti ilə başladı və yaxşı sülh imzalandı. Yaxşı sülhünə əsasən Cənubi Buğdan Dnestr çayına qədər olan Qaradəniz sahilləri Rusiyaya keçdi. Krım və Şərqi Gürcüstan Rusiya himayəsində olması Osmanlı tərəfindən qəbul olundu. Beləliklə Rusiya Qaradənizin əsasən də şimal tərəflərində qəti olaraq möhkəmlənmiş oldu. İndi baxaq 1-ci Aleksandrın dövrünə 1801 və 1825-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə gəlmişdi. Aleksandrın daxili siyasətində baxırıq bir sıra sahələrdə islahatlar keçirsə də sonrasında bu islahatlardan uzaqlaşaraq istibdad, yəni özbaşınalıq zorakılıq əsaslarının idarə üsulu tətbiq etdi. İslahatları nə idi? Azad daxilçilər haqqında fərman verdi 1803-cü ildə. Kəndli islahatı fərmana əsasən mülkədarlar könüllü olaraq ödəniş qarşılığında təkümlü kəndləri torpağa birləşdirib azad edə bilərdi, lakin kəndlərin cüzi hissəsi azad edildi. Siyasi və idarəetmədə islahatlara baxaq. Siyasi məhbuslar əfv olundu, zadəganlar hüquqları bərpa olundu, dövlət idarəsində nizam yaratmaq məqsədi kollegiyalar əvəzinə Avropa nümunəsində nazirliklər yarandı. Bu da Mutsixidov və 2-ci Mahmudla oxşarlıqdır. 1810 və 10-cu ildə məşvərətçi orqan olan Dövlət Şurası yaradıldı, mətbuat və kitab üzərində senzura yumşaldıldı. Elm və təhsil islahatlarına baxsaq, cəliyyə və sazlardan qaldırmaq üçün təhsili diqqət artırıldı. Bir çox yeni universitet və bir sıra şəhərlərdə orta məktəb, gimnaz və qəzə məktəbləri açıldı. Xarici siyasətə nəzər salsaq isə 1801-ci ildə Şərqi Gürcüstan özünə birləşdirməsi ilə Qafqaza ilk işğalı addım atdı və Osmanlı ilə Qacar dövlətləri müharibə səbəb oldu. Birinci Rus-Qacar müharibəsində Rusiya qalib gələrək Cənubi Qafqazın böyük hissəsini işğal etdi. Əvvəlcə Fransiyaya qarşı koalisiyada iştirak etsə də məğlub oldu və 1807-ci ildə Tilsit müqaviləsi imzalandı. Müqaviləyə əsasən Fransanın İngiltərə əleyhinə kontinental blokadaya qoşuldu. Fransanın yaratdığı kontinental blokadaya qoşuldu və Fransanın qərb ölkələrinin işğalını tanımaq müqabilində Şərqi Avropanın böyük hissəsinə hakim oldu. Bundan sonrası Rusiya İsveçi məğlub edərək Finlandiyanı 1809-cu ildə işğal etdi. Daha sonra 1-ci Napoleon üzərində qələbədən sonra Polşanı, Balkanların bir hissəsini işğal etdi. Avropada hakim rolunu ələ alan 1-ci Aleksandr Avropa xalqlarını Napoleon zülmündən xilas etmək bəhanəsi ilə demək olar ki, Qərbi Avropaya qədər gedib çıxdı. İndi dekabristlər üsyanına baxaq. Fransa ilə müharibə zamanı Ruslar dəyişiklik aparmaq üçün Avropa mütərəqqi idarə sistemi quruluşunu Rusiyaya tətbiq etmək üçün bəzi cəmiyyətlər yaratdı. Bu cəmiyyətlərin məqsədləri nələr idi? Rusiyada mütləqiyyəti icra edildirmək və təkimçinin ləğvi konstitusiyanın qəbul edilməsi idi. 1825-ci ildə ilk inqilabın başlamasına səbəb oldu. 1-ci Napoleon müharibədə Qərbi Avropa yürüşlərdə iştirak edən Rus zabitləri Rusiyadakı həyat şəraitinin dövlət idarəsini və sosial quruluşu çox geridə qaldırmaq gördü və istibdad rejimi və təkimçinin arzusunu yaratması, təkimçinin varlığı onların bu planı həyata keçirmək üçün şərait yaratmışdı. 1825-ci ilin dekabrında taxta çıxacaq olan 1-ci Karolin antismə mərasimində çevriliş etməyə istədilər zabitlər, lakin bu baş tutmadı və 1-ci Nikolay bu çevrilişlərin qarşısını aldı. Beləliklə Rusiya tarixində müqəddət edilmək üçün bu iş cəhd, yəni üsyan oldu, lakin ləng etməsi və düzgün idarə olunmaması uğursuzluğa səbəb oldu və dekabristlər üsyanı Rusiyada inqilabi müharibənin başlanğıcı hesab olunur. Daha sonra görəcək ki, yenidən inqilablar baş verəcəkdir. İndi 1-ci Nikolayın hakimiyyət dövrünə baxaq, 1825 və 1855-ci il. 1-ci Nikolay inqilabı çıxışlarını yatırmaq üçün, sonraki hakimiyyətini və mütləqiyyətini daha da möhkəmləmək üçün istibdad rejimini idarə etməyə başladı. Daxili siyasətinə baxaq. Dekabristlər üsyanından sonra artıq bəzi proseslər baş verdi. Bunlar hansılardır? Bürokratiya rejimi bərqərar olundu. Məktəb və universitetə nəzarət artırıldı. Kitab və mətbuat üzərində sensura gücləndi. Elm adamları Avropa getməsinə qadağan olundu. Yalnız zadəgan və məmurlar ölkələri orta təhsil ala bilərdilər. Bununla da feodal təkrimçilik quruluşu iqtisadiyyatın tənəzzülünü dərinləşdirdi. Ticarət və sənayədə nisbi inkişaf olsa da, kəndlərin təkrimçiliyə əsaslanan mülkədar təsərrüfatı səmərəsiz idi. Ona görə də biz görürük ki, 30 və 40-cı illərdə Rusiyada sənayət çevrilişi baş verir, Avropa dövlətlərinə nisbətən gec olaraq və bu bir forma olaraq özünü feodal təkrimçilik quruluşuna hakim olduğu şəraitdə reallaşdırmışdı. Təkrimçiliyin ləğvindən əvvəl sosial çevriliş isə sonra başa çatmışdı. Krım müharibəsində məğlubiyyət 1-ci Nikolay daxili və xarici siyasətin uğursuz olduğunu göstərdi və yeni islahatlara keçmək üçün zərurət olduğunu ona göstərmişdi. 1-ci Nikolayın xarici siyasətinə baxaq, hansı istiqamətləri idi? 1828 Qazalı və 1829-da Rusiya dövləti müharibədə məğlub edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycanın şimalını işğal etməyə şərait yaranmışdı. Hərbi müstəmləkə rejimi tətbiq edildi işğal olunan ərazilərdə. Rusiya bu ərazilərdə Qafqazdakı Rus qoşunlarının komandaları vasitəsilə idarə edirdi. Türk müsəlman xalqlarının dini və milli zülmə məruz qalmışdı bu dövrdə. Osmanlı və Qacar dövlətlərini kütləvi şəkildə ermənilər köçürüb yerləşdirilmişdi. Bu cür tədbirlər regiondakı müstəmləkəçilik siyasətinin tərkib hissəsi idi. Bu siyasət Cənubi Qafqazda yaşayan əhalinin say və milli tərkibinin dəyişikliyə səbəb oldu. Gəlişdə Azərbaycan türklərinə qarşı soyqırım və etnik tənzimləmə siyasətinin əsası qoyuldu və bununla da Şimali Qafqaz işğal prosesi davam etdirildi və həmin ərazilərin dağıdılması, ərazinin düzənlik əraziyə köçürülməsi kimi bəzi sosial problemlər baş verdi.
Avropada 1848-ci inqilabın yatırılmasına fəal iştirak edən Rusiya Avropa jandarmı adlanmağa başladı. İndi Krım müharibəsinə baxaq. Osmanlı dövlətinə qarşı yeni işğalçı planlar qurmaqda olan Rusiya və Rusiyanın güclənməsini istəməyən Avropa dövlətləri 1-ci Nikolayın təcavüzkar siyasətinə qarşı 19-cu əsrdə Rusiyaya qarşı fəal siyasət yürütdülər. Və 1853-cü ildə Osmanlı ilə Rusiya arasında başlayan Krım müharibəsi, İngiltərə, Fransa, Sardiniyanın Osmanlı dövlətinə yardım etməsi ilə müharibə Rusiyanın əleyhinə çevrildiğini görəcəyik. Krımla olduğu üçün müharibədə belə Krım ərazisində baş verdiyi müharibə üçün bu müharibə Krım müharibəsi adlandırıldı və bu müharibədə iqtisadi, hərbi, texniki gerilik Rusiyaya məğlub olmasına səbəb oldu. 1-ci Nikolaydan sonra taxta çıxan 2-ci Aleksandr 1856-cı ildə imzaladığı Paris sülhü ilə Krım müharibəsi başa çatdı. Və nəticələri nə idi? Osmanlı üçün nəticə müharibədə qalib gəlsə də ilk dəfə olaraq xarici dövlətlər borc almışdı. Rusiya üçün nəticəsi isə Osmanlı dövlətinin əraziləri işğal etmək arzusuna baş tutmadı və onun məğlubiyyəti də başa çatdı. İngiltərə üçün nəticəsi nə idi? Osmanlı dövlətinin mövqeyini gücləndirmişdi Osmanlı dövlətində. Fransa üçün nəticəsi isə Balkan ölkələrində və yaxın şərqdə öz mövqeyini və gücünü möhkəmləndirmişdi. 1856-cı il Rusiya Paris sülhünün şərtlərinə diqqət etsək baxarıq ki, tərəflər işğalçıya torpaqlarına geri qayıtmalıdır. Avropa dövlətləri Balkan yarımadası və Osmanlının ərazi bütövlüyünün müstəqillinə zəmanət verir və onun daxili işlərə qarışmırdı. Qaradəniz bütövlüklə hərbi gəmilərə qapadıldı. Bundan sonra Rusiya daxil olmaqla Qaradənizdə heç bir dövlət hərbi donanma saxlaya bilməzdi. Bosfor, Dardanel boğazları sülh vaxtı hərbi gəmilərə bağlandı. Paris sülh müqaviləsi Avropa üçün əsas əhəmiyyət o idi ki, 1814 və 15-ci ildə Viyana konqresindən sonra Rusiyanın pozduğu beynəlxalq tarazlıq bərpa olundu və güc tarazlığı yenidən nizamlandı. İndi 2-ci Aleksandrın dövrünə baxaq. Onun dövrü daha çox islahatlar dövrü kimi, burjuva islahatları dövrü kimi həyata və tarix kitablarına qeyd olunmuşdu. 19-cu əsrin 60 və 70-ci illərində burjuva islahatları baş verdi. Ən birinci baxaq kəndli islahatlarına 1861-ci ildə həyata keçirilən kəndli islahatları bu idi. 19-cu əsrin ikinci yarısında Rusiya daxili və xarici siyasəti sosial-iqtisadi inkişafına artmaqda olan üsyanların təkimçiliyinin ləğvini zəruri edirdi və 1861-ci fevralın 19-da 2-ci Aleksandrın təkimçiliyi əsasnaməsi ləğvi ilə bağlı əsasnamə qəbul etdi. Rusiyada təkimçilik ləğv olundu. Təkimli kəndlər şəxsi azadlıqlar əldə etdi və onların əmlaka sahib olma hüququ verildi. 1860 əsasnaməyə əsasən azad olan kəndlilər torpaq alma hüququ dövlət tərəfindən 49 il müddətində verilən borclu faizlə birlikdə qaytarılmalıdır. Pul ödəyərək kəndlər əvvəlki mülkiyyətini yerinə yetirməli idi. Onlar bu müddət ərzində müvəqqəti mülkiyyətli sayılırdı və bu isə 1881-ci ildə Rusiyada, 1912-ci ildə Azərbaycanda ləğv olmuşdu. İslahat nəticəsində kəndlər hüquqi cəhətdən azad olsalar da onların iqtisadi vəziyyətində əhəmiyyətli dəyişikliklər yaratmadı. Çünki kəndlərə ödəniş müqabilində ayrılan torpaqları çox az idi. Vergilərlə yanaşı pay torpağının müqabilində verilən ödəniş kəndlərin vəziyyətini ağırlaşdırmışdı və buna görə də kəndli məsələsi Rusiyanın əsas sosial problemi olaraq qalmaqda idi. Sonra Zemstvo islahatları var. 1864-cü 2-ci Aleksandr Zemstvo idarəsi haqqında əsasnaməyə təsdiq etdi. Bu əsasnaməyə əsasən quberniya və Qaza ərazilərində torpaq və daşınmaz əmlak olan təbəqələrin nümayəndələri seçkilərdə iştirak etmək hüququ əldə etdi. Zemstolar seçkili özünə idarə etmə orqanları oldu, təsərrüfat və mədəniyyət məsələsində özləri məşğul olurdular. Sonra məhkəmə islahatı var 1864-cü məhkəmələr müstəqil olmalı idi. Məhkəmələrin bütün təbəqələrdən olan and içmiş münsiflər iştirakı ilə açıq keçirilməlidir. Bütün təbəqələr qanun qarşısında bərabər elan olundu və hakimlərin seçki yolu ilə seçilməsi, məhkəmələrin hökumətdən asılı olmaması ölkədə hüquq sisteminin möhkəmlənməsinə xidmət edirdi. Məhkəmə islahatından keçirilən bu islahatlar üçün ən ardıcılları idi bu islahatların içərisində. Şəhər islahatları var. 1870-ci ildə şəhər əsasnaməsi təsdiq edildi. Məqsəd Zemstvo idarələrinin nümayəndələrində şəhər idarə etmə məsuliyyəti yaratmaq idi. Bu şəhər əsasnaməsi əsasən daşınmaz əmlak olan bütün təbəqələrin nümayəndələri şəhər duması seçkilərdə iştirak etmək hüququ əldə edildi. Şəhər özünü idarə orqanlarına yerli vergi rüsumlarını müəyyən etmək səlahiyyəti verilirdi. Daha sonra hərbi islahat var 1874-cü ildə. Ümumi hərbi mükəlləfiyyət tətbiq olundu. Hərbi xidmət müddəti azaldıldı. 21 yaşına çatan və hərbi xidmətdə yararlı olan bütün kişilər orduya çağırıldı. Daha sonra iqtisadi islahatlar var. Maliyyə islahatları əsası bunlar. Dövlətin gəlirlərini artırmaq üçün şəkər, duz və tutun satışı dövlət inhisarına verildi. Dəmir yollarının tikintisinə və sənaye sahələrinin xarici kapitalı cəlb olundu. Və mədəniyyət və təhsil sahəsində dəyişikliklərə fikir verilsə isə burada görülür ki, mətbuat üzrə nəzarət və təhsil sayəsində sinfi və dini məhdudlar qismən ləğv edildi. Universitetlərə geniş muxtariyyət verildi. Tam və orta təhsil verən gimnaziyalar açıldı. Bu isə bu sahədə mütərəqqi addımlar olub Rusiyada fikir və elmin inkişafına müsbət təsir etdi. 2-ci Aleksandr böyük islahatların əsasında kapitalizm inkişaf etdi. Zadəniyyət təbəqəsinin əhəmiyyəti azaldı. Təhsil orta təbəqəyə yüksəldi və kəndlər azad olması və işçi qüvvəsinin çevrilməsi prosesi oldu. 2-ci Aleksandrın xarici siyasətinə baxsaqsa, burada görəcək ki, 56-cı ildə Paris sülhünə görə Qaradənizdə donanma saxlama hüququ olmasa da, lakin 1871-ci ildə Londonda keçirilən beynəlxalq konfransda bu hüququ əldə etdi. 1877 və 78-ci ildə Rusiya Osmanlı müharibəsində görəcək ki, Osmanlı paytaxtı İstanbul'a doğru ilerleyen Rus qoşunları hücumu dayandırmaq üçün İngiltərə donanması işə qarışdı və 77-78-ci ildə baş verən müharibədə Osmanlı məğlub oldu və Rusiya qalib gəldi və San Stefano sülhü imzalandı. Bununla da bəzi güzəştlər əldə etdi. Daha sonra Şimali Qafqazın işğalı var. 1859-cu ildə Şeyx Şəmil başçılığı Dağlıq hərəkatı yatırıldı. Lakin Dağlıq hərəkatının barizə davam edirdi. Yalnız 1864-cü ildə bütün
Qafqazın işğalı başa çatdırıldı və Rusiyanın milli və dini zülmü Qafqaz müsəlman əhalisi Osmanlı dövlətinə köçməyə məcbur oldu. Bununla da bölgəyə Rus kəndləri və Qazax köçməsi başlanıldı. 19-cu əsr ortalarında Rusiya Qazaxıstanın işğalını başa çatdırdı və daha sonra Türkistan oldu hədəfi. Siyasi dağınıq vəziyyətdə olan bölgə Kokand, Xivə və Buxara əmirlikləri öz aralarından mübarizə aparırdı. Bu amillər Rusiyanın bölgədə işğalını asanlaşdırırdı və 1864-95-ci illərdə işğal həyata keçirdi. Rusiya Buxara əmirliyi və xanlığı Rusiyadan asılı qəbul etdi. Kokand xanlığı isə süqut etdi. İndi 3-cü Aleksandra baxaq. 1880-ci hakimiyyətə gələn 3-cü Aleksandr itizarsız siyasəti, yəni yetirdi milli dini zülm və ruslaşma siyasəti həyata keçirdi. Qeyri-rus millətlərə qarşı təzyiqlər artırıldı. Qazan, Tatar, Başqırt, Suvaş xristianlaşdırıldı bu millətlər. Dini və dili dəyişməyə yənlər ağır iqtisadi və inzibati təzyiqə məruz qaldı. Qafqazın Türkistan, Türk və digər müsəlman xalqları siyasi, iqtisadi, mədəni hüquqları məhdudlaşdırıldı. Hətta bu dövrdə ən çox təzyiqə məruz qalan yəhudilər idi. Onların məqsəd yönlü şəkildə qətllər, qarətlər həyata keçirilirdi və mədəni hüquqları məhdudlaşdırılırdı. Məhkəmə və Zemstvo müstəqilliyi məhdudlaşdırılmışdı hətta və 3-cü Aleksandrın dövründə ruslar bütün qeyri-rus millətlərə qarşı yürüdülən bu ictimai siyasətə görə həmin dövr xalqlar həbsxanası adlanmışdı, həm də həmin dövrdə Rusiya. 2-ci Nikolayın hakimiyyət dövrünə baxaq, sonuncu çar olan müddət monarxiyaya qarşı mübarizə güclənmişdi və 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən dünya iqtisadi böhranı Rusiya təsiri çox pis olduğu xarici kapital azaldı, bir çox fabrik və zavodun fəaliyyəti dayandırıldı. Bu isə işsizliyin artması, tətil və nümayişlərin baş verməsinə gətirib çıxartdı və qeyri-rusların, xüsusən də türk müsəlman xalqlarının siyasi, iqtisadi və mədəni hüquqları məhdudlaşdırıldı. Bundan sonra da görəcək ki, artıq Rusiya sosial-iqtisadi cəhətdən ABŞ və Qərbi Avropa dövlətlərindən geri qalmağa başladı. 1904 və 5-ci ildə Rus-Yapon müharibəsində Rusiya məğlub olmasından sonra ölkənin beynəlxalq nüfuzuna mənfi təsir etdi. Daxili vəziyyət daha da pisləşdi. Mövcud sosial-iqtisadi böhran dərinləşdi. Rusiyada ilk inqilabın başlamasına təkan verdi. 1905 və 7-ci ildəki 1-ci Rus inqilabına baxaq indi. 1905-ci yanvarında Peterburqda hökumətin nümayişəsinin güləbər etməsi ilə 1-ci Rus inqilabı başladı. İnqilabın təsiri ilə genişlənən müstəmləkə xalqının milli azadlıq hərəkatını qarşısında almaq üçün Çar hökuməti milli və dini münaqişələr törətdi. Lakin tətillərin güclənməsi hökumətin güzəşə etməyə məcbur oldu və 1905-ci ildə 2-ci Nikolayın bəyannamə qəbul etməsi ilə vətəndaşlara söz, mətbuat, təşkilat yığıncaq azadlıqları verildi. Dövlət Duması çağırıldı. Dövlət Duması nə idi? Məhdud qanuni səlahiyyətə malik olsa da Dövlət Duması seçilən seçkilər seçkilərdə deputatların hökumət arasında ziddiyyətlər yenidən bu dumaların buraxılmasına və fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxartdı. Daha sonra nə var burada? İkinci Nikolayın dövründə olan Pyotr Stolopinin islahatları var. 1906-cı ildə 2-ci Nikolay Pyotr Stolopinin baş nazir təyin etdi və Stolopin nazirinin qarşısını almaq üçün siyasi, iqtisadi islahatlar keçirməli oldu. 1907-ci ildə Çar tərəfindən 2-ci Dumanın buraxılması ilə 1-ci Rus inqilabı başa çatdı. 1-ci Rus inqilabı məğlubiyyətə başa çatsa da qonşu ölkələrdə təsir göstərdi. Bunlar hansılar idi? Osmanlı, Qacar, eyni zamanda Çində də bu inqilablar baş verdi. Stolopin islahatlarına diqqət etsək, siyasi islahatları Dövlət Duması seçkilərdə milli azlıqların hüquqları da məhdudlaşdırılmış olmuşdu. Aqrar islahatları isə fikir versək, bu aqrar islahatları həyata keçirilməsi məqsədləri bu idi ki, kəndli çıxışların qarşısını almaq, kənddə özünə sosial dayaq yaratmaq idi. İslahatın əsas məqsədlərindən biri də kənd icmalarının dağıdılması və xırda mülkiyyətçiliyin inkişafını təşkil edirdi. İslahatda əsasən torpaqsız kəndlilər Sibir, Altay kimi aqrar rayonlara torpaqla təmin olunmalı idi. Bunun üçün də torpaqsız kəndlilər Sibirə, Qafqaza, Mərkəzi Asiya və Uzaq Şərqə köçürülür. Stolopin aqrar islahatının əsasında kəndlilərin təbəqələşmə güclənməsinə səbəb olmuşdu. İndi xəritəyə diqqətlə baxaq. Və burada diqqətlə baxaq, 1547-ci ildə, yəni belə deyək də, 4-cü İvanın Çar tutuna qəbul edən vaxta kimi ərazisi bura idi, yəni Moskva knyazlığı idi. Daha sonra 1605-də baxacaq, ərazisi biraz da böyüyüb. Daha sonra 1689-da baxacaq artıq gəlib Saçlı Okean ətrafına qədər çıxmışdılar və 45-89-cu il ümumi əraziləri əhatə edir və 1725-ci ildə artıq biz görəcəyik ki, Rusiya imperiyası ediləndən sonra isə ərazisi xeyli genişlənmişdi. Bundan əlavə biz baxacaq ki, hansı ərazilərdə işğallar həyata keçirilib. Diqqətlə baxaq, bu ümumi Rusiyanın ərazisidir. 3-cü Aleksandrın dövrünə qədər olan ərazilərdir. Yəni buna diqqət etsək, biz Rusiyanın ərazisini Sankt-Peterburq ətrafından, yəni Finlandiyadan başlayaraq Kamçatka yarımadasına, yəni Çinlə sərhəd, Yaponiya sərhədi olan ərazilərə qədər genişləndiyini görürük. Mərkəzi Asiyadan danışıb, Mərkəzi Asiya buradır, Mərkəzi Asiyanın işğalıdır, Qafqazın işğalıdır, daha sonra Ukrayna ətrafıdır, Sibir ərazisidir. Hətta biz görəcəyik ki, burada 2-ci Aleksandrın dövründə bu ərazilər Kuril ətrafı, yəni Amur ərazisi də nə edəcək, birləşdirəcək. Daha çox bunu biz harada görürük? Ayğun müqaviləsində.
Ayqum müqaviləsinin şərtlərinə görə biz görəcəyik ki, artıq o hissələrdə, yəni Amurun sol sahili də Rusiya tərkibinə keçmiş olmuşdur. Ümidvaram sizin üçün faydalı olar bu mövzu. Geniş mövzudur, lakin əhəmiyyətli mövzudur və qəbulda daha çox düşən mövzulardan biridir. Sizə uğurlar.